Salam əziz şagirdlər, hörmətli valideynlər. Bu videomuzda biz peşə məktəblərinə qəbul qaydalarına tanış olacağıq. Əvvəlki videolara yazdığınız rəylər, həmçinin WhatsApp-da bizə göndərdiyiniz suallar, ünvanladığımız mesajlar əsasında bu video slaydı hazırladım. Əminəm ki, bu video slaydı izlədikdən sonra sizə peşə məktəblərinə qəbulla bağlı hansısa bir qaranlıq qalan məqam olmayacaq və bütün suallarınıza bu videoda biz cavab tapacağıq. Peşə məktəblərinə qəbul nə vaxt başlayır? Qəbul hansı şərtlər əsasında həyata keçirilir? Peşə məktəbində hansı ixtisaslar var? Bu ixtisaslara biz buraxılış imtahanında topladığımız bal əsasında yoxsa attestat qiymətləri əsasında seçim edəcəyik və yaxud da peşə məktəblərində təhsil ödənişlidir yoxsa ödənişsizdir və sair digər suallarınıza biz bu videoda cavab tapacağıq. İlk öncə qeyd edim ki, peşə təhsili 3 təhsil səviyyəsi üzrə həyata keçirilir. İlk peşə, texniki peşə və yüksək texniki peşə. Bəs bu təhsil səviyyələri arasında hansı fərqli xüsusiyyətlər var? Gəlin bu təhsil səviyyələrindən tanış olaq. İlk öncə ilkin peşədən bəhs edək. İlkin peşəyə aşağıda qeyd olunan ixtisaslar daxildir. Kompüter sistemi inzibatçısı, avtomobil rəngsazı, bərbər, kargüzarı və sair digər ixtisaslar daxildir. Bu ixtisaslarla tam tanış olmaq üçün mənə WhatsApp-da yazın, həmin siyahını sizə göndərim. İlk peşə təhsilinin müddəti nə qədərdir? 9-cu sinif üzrə ilk peşə təhsili 1 il, 11-ci sinif üzrə isə 6 aydır. Daha sonra ikinci təhsil səviyyəmiz texniki peşədir. Texniki peşəyə isə aşbaz, qrafik dizayner, web dizayner və proqram təminatçısı, avtomobil üzrə elektrik və sair digər ixtisaslar daxildir. Texniki peşəyə isə qəbul zamanı təhsil müddəti 9-cu sinif üzrə 2-3 il müddətinə, 11-ci sinif üzrə isə 1 il müddətinə təşkil olunur. Niyə 2-3 il? Çünki bəzi ixtisaslar var ki, 2 ildir təhsil müddəti, bəzi ixtisaslar var ki, 3 ildir. Və sonuncu, 3-cü təhsil səviyyəmiz yüksək texniki peşədir. Yüksək texniki peşəyə isə mühasibat uçotu, web dizayn və proqram təminatı, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, kiber təhlükəsizlik və sair ixtisaslar daxildir. Yüksək texniki peşənin müddəti isə 9 sinif üzrə 4 il, 11 sinif üzrə isə 3 ildir. Bəs ilk peşə, texniki peşə və yüksək texniki peşə arasında hansı fərqli xüsusiyyətlər var? Yəni, biz videonun əvvəlində qeyd etdik ki, peşə təhsili 3 təhsil səviyyəsi üzrə həyata keçirilir. İlk peşə təhsili, texniki peşə təhsili və yüksək texniki peşə təhsili. Bu peşə təhsili müəssisələrinə qəbul şərtləri müəyyən qədər fərqlidir və xüsusiyyətlər də müəyyən qədər fərqlidir. Məsələn, siz ilk və texniki peşəyə qəbul olduğunuz zaman, məsələn, aşbazlıq üzrə, bərbərlik üzrə və yaxud da avtomobil təmir üzrə müəyyən müddətə 6 ay, 1 il, 2 il, 3 il təhsil alırsınız. Təhsil müddətini başa vurduqdan sonra artıq həmin ixtisas üzrə başlayırsınız, fəaliyyət göstərirsiniz. Amma 3-cü təhsil səviyyəmiz olan yüksək texniki peşə ilk ikisindən fərqlənir müəyyən xüsusiyyətlərinə görə. Çünki biz yüksək texniki peşəyə qəbul olduğumuz zaman artıq biz həmin ixtisası bitirdikdən sonra imtahansız ali məktəbə qəbul ola bilirik. Məsələn, yüksək texniki peşəyə hansı ixtisaslar daxil idi? Tutaq ki, mühasibat uçotu. Biz mühasibat uçotuna qəbul olduğumuz zaman bu təhsil səviyyəsini bitirdikdən sonra subbakalavr dərəcəsi alırıq ki, artıq imtahansız biz ali məktəbə seçim edirik və ali məktəbə qəbul olub həmin ixtisas üzrə və yaxud da o ixtisasa uyğun ixtisaslar üzrə təhsil alırıq. Yəni, yüksək texniki peşənin ilk və texniki peşədən əsas fərqi budur ki, yüksək texniki peşəyə qəbul olan şagird imtahansız ali təhsil ala bilir. Əsas fərq budur. Yəni, siz burada gördüyünüz və burada olmayan bəzi ixtisaslar üzrə qəbul olduğunuz zaman kollec bitirən tələbələr kimi seçim edib ali məktəbə qəbul ola bilərsiniz. Bəs qəbul qaydaları necə olur? Yəni, ilk və texniki peşə, yüksək peşəyə necə qəbul ola bilərik? Təbii ki, şərtlər müəyyən qədər fərqlidir. İlk və texniki peşəyə qəbul üçün əsas rol oynayır sizin attestat qiymətləriniz. Yəni, attestatınızda fənlər üzrə müxtəlif qiymətlər almısınız. O qiymətlərin ortalaması əsas götürülür. Məsələn, Azərbaycan dilindən 4 almısınız, riyaziyyatdan 5 almısınız, ədəbiyyatdan 3 almısınız. Ümumi qiymətlərin orta balı əsasında siz ilk və texniki peşəyə seçim edirsiniz.
Amma yüksək peşəyə qəbul olmaq üçün, yüksək texniki peşəyə, burada artıq attestat qiymətləri heç bir rol oynamır. Yüksək texniki peşəyə qəbul olmaq üçün buraxılış imtahanında topladığınız bal əsas rol oynayır. Məsələn, siz 9-da oxuyursunuz, bu il buraxılış imtahanında 100 bal toplamısınız və istəyirsiniz ki, yüksək texniki peşəyə qəbul olub, oradan imtahansız ali məktəbə seçim edəsiniz. O zaman sizin attestat qiymətləriniz heç bir önəmi yoxdur. Əsas burada rol oynayır, buraxılış imtahanında topladığınız həmin 100 bal. O 100 bal əsasında seçim edirsiniz. Seçim zamanı 5 ixtisas seçə bilərsiniz. Yəni, sistem açıldıqdan sonra, peşə məktəbinə qəbul başladıqdan sonra Portal Eduaz saytına daxil olub 5 ixtisas seçə bilərsiniz. Və yəni maksimum seçim imkanı 5 ixtisas üzrə bizə verilir. Burada da təbii ki, təhsil almaq istədiyiniz ixtisaslara seçirsiniz və ərizənizi təsdiqləyirsiniz. Bəs qeydiyyat nə vaxt başlayacaq? Qeydiyyat bu ay, yəni iyulda başlayacaq, amma hələ ki dəqiq tarix bəlli deyil. Qeyd edim ki, bizim WhatsApp qrupumuzda var qeydiyyat və ixtisas seçimi ilə bağlı və orada da rəsmi məlumatlar mütəmadi paylaşılır. Yeniliklər, rəsmi məlumatlar, yeniliklər, ən son xəbərlər və siz WhatsApp nömrəmə yazıb həm qaranlıq qalan suallarınızı ünvanlaya bilərsiniz, həm də qrupa biz sizə əlavə edəcəyik ki, orada artıq siz peşə məktəbinə qəbul başlayan zaman həmin an məlumat əldə edə bilərsiniz. Bu videoda sizə peşə təhsilinə qəbulla bağlı qaydaları izah etməyə çalışdıq. Ümid edirəm ki, bütün qaranlıq qalan məqamlar sizə aydın oldu. Yenə də nə aydın olmasa, nə sizə qaranlıq qalsa, WhatsApp nömrəmizə yaza bilərsiniz və yaxud da videonun şərhində qeyd edə bilərsiniz. Sağ olun, salamat qalın.